Salam, hər vaxtınız xeyir. Bugün sizinlə hansı ədədin cüt və ya tək olmasını yoxlayacağıq. İlk öncə demək istəyirəm ki, say sisteminə baxmaq mütləqdir. Ədədin hansı say sistemində olduğu. Cüt say sistemindədir, yoxsa tək say sistemindədir. Cüt say sistemində olan ədədlərin sonuna diqqət edirik. Sonu əgər cütdürsə, deməli ədəd cütdür. Təkdirsə, deməli təkdir. Təklik say sistemində olan ədədlərə baxırıq. Ədədin rəqəmlərini cəmləyirik. Əgər cəmlədikdən sonra alınan ədəd cütdürsə, ədədimiz cüt, təkdirsə tək hesab olunur. Yəni necə? Deməli, baxıram ki, burada ikilik say sistemindədir. İkilik say sistemi cüt say sistemidir. Deməli, sonuna diqqət edirik. Sonu baxıram ki, sıfırdır. Sıfırdırsa, deməli, bu cüt say sistemidir. Yəni, cüt ədəddir. Keçirəm ikinciyə. İkilik say sistemindədir. Yenə say sistemimiz cütdür. Sonuna diqqət edirəm. Sonu 1-lə bitib, tək ədədlə bitib. Deməli, tək olacaq. Deməli, cüt say sistemlərində sonuna baxırıq. Sonu tək olan tək, cüt olan cüt hesab olunur. Baxaq, məsələn, 154 altılıq say sistemində verilib. Sonuna baxıram, cüt say sistemidir deyə. Sonuncu rəqəm 4-dür, cütdür. Deməli, ədədimiz cüt ədəddir. Keçirəm 7-lik say sistemində. 7-lik say sistemi 7 tək ədəddir. Deməli, ədədin rəqəmlərini cəmləməliyəm. Ədədin rəqəmlərini gəlin cəmləyək. 3-ün üzərinə 2 gəldim, üzərinə də 6 gəldim. Elədi 11. 11 tək ədəddir. Deməli, bu ədəd tək ədəddir. Yəni, olacaq tək. Keçirik ikinciyə. 327 verib 7-lik say sistemində. Yenə təklikdir. Yəni, tək say sistemidir. Ədədin rəqəmlərini cəmləyirəm. 3-ün üzərinə 2, üzərinə 7 gəlirəm. Bu da eləyir 12. 12 cüt olduğuna görə 327 cüt ədəd hesab olunacaq.